Masazır sakini dəm qazından boğularaq ölüb. Doğru xəbər Azərbaycan bildirir ki, 1993-cü il təvəllüdlü Hüseyn Yasənoğlu Ramazanov qəsəbənin Tağıyev küçəsi ev 3 ünvanında kirayə qaldığı mənzildə dəm qazından boğulub. Oxşar hadisə Sumqayıt şəhər Corad qəsəbəsində də baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Əbülfəz Bayraməlioğlu Vahabov yaşadığı fərdi evdə dəm qazından boğularaq vəfat edib. Baş vermiş hər iki faktla bağlı araşdırma aparılır. Tanınmış futbolçu və baş məşqçi Qara Qarayevə ağır itki üz verib. Mütəxəssisin atası Elxan Ağayev vəfat edib. Məlumata görə o müalicə aldığı Mərkəzi Gömrük Hospitalında dünyasını dəyişib. Qeyd edək ki, hazırda 21 yaşa qədər futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçisi vəzifəsini icra edən Qara Qarayev uzun illər Qarabağ və Neftçi klublarının, eləcə də əsas millinin aparıcı üzvü olub.